Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Aziz cemaat-i Müslümin, Allah-u Teala'ya sonsuz hamdü senalar olsun. Allah Teala'nın rahmeti, merhameti bütün iman ehlinin üzerine olsun. Allah Teala cümlemizden razı olsun. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: Estaizu billah, küllü nefsin zayikatil mevt. Bütün nefisler ölümü tadacaqdır. Bizim de evladımız, insan, hayata gelmiş insan ne varsa bu hayattan, bu dünyadan mutlaka ahiret alemine bir gün köç edecek. Bu yer değişme meselesi, bir dünyadan başka bir dünya intikal etme meselesi de ölüm halı sayılır. Kimimiz cavan vakti, kimimiz uşaq vakti, kimimiz ahıl vakti. Ama hiç kəs bu fani dünyada kalmaz. Vaxt gələr Allah-u Teala'nın hükmü ilə o insan dünyasını değişmiş olur. Ve bizim evladımız da cavan vakti dünyasını değişen evladlardan biridir. Allah rahmet eləsin. Evladımız öz tayları arasında, öz yoldaşları arasında, öz dostları arasında hürmet kazanmış. Ailede hürmet kazanmış, cemiyette hürmet kazanmış, kendimize hürmet kazanmış cavanlarımızdan biridir. Erken yaşında dünyasını değişti. Təqdir ilahi, hükm Allah'ındır. Buna hiç kimin qarşıcağı güc çata bilməz yani bu hükmə. Çünkü hüküm kimindir? Hüküm Allah Teala'nındır. Her kəsin fərzi tamam olan kimi bu dünyada olan nəfəsləri tamamlanan kimi o insan dünyasını değişmiş olur. Bu Allah'ın hükmüne bağlı bir əmirdir yani. Allah Teala rahmet eləsin. Ve Allah'a çok şükürler olsun ki cemaatimiz ve cavanlarımızın adlarını əbədləşdirmək için Allah Teala'nın buyurduğu xeyir əməllərdən işlemiş olurlar. O cümleden bugün açacağımız bulaq, evladımızın adını açacağımız xatirə bulağı kendimize 4-cü bulaq. İlk defa şəhidimizin bulağının açılışı oldu. Sonra aşağıda Vakif'in Batısoğlu'nun adına asılmış bulağın açılışı oldu. Sonra evladımız Rayad'ın bulağının açılışı oldu. Şimdi bugün de inşallah bu evladımızın inşallah ki bulağının açılışı olur. Allah'a hamd sanalar olsun. İnsan dünya hayatını yaşarken həmişə onun əməl dəftəri açıq olar. Və insan çalışar ki, ahiret aləminə köç eləyənə qədər, dünyasını dəyişənə qədər o əməl dəftərinə savab işlər yazılmış olsun. Və bizim bu dünyada Allah'ı tanımaq, Allah-u Teala'ya ibadət etmək və son nəfəsimizi Allah rızası üçün vermək. Və Kur'an-ı Kerim'de ayə var. Müslüman olarak can verin deyir. O nöqteyi nəzərdən də əməl dəftərimizin dolması, Allah-u Teala'nın bəyəndiyi əməllərlə yekunlaşması dünya həyatında hamımızın gündə bir vəzifəmiz olmalı. Amma kim ki xatirə olaraq kiminsə dünyasını dəyişənin adına yol çəkərsə, məscid tikdirərsə, körpü astırarsa və yaxud insan dünyasını dəyişəndən sonra onun yerində bir salih evladı qalarsa, o salih evladın elmindən başqaları qidalanarsa, o dünyasını dəyişən insanların həmişə əməl dəftərləri açıq qalmış olur. O nöqteyi nəzərdən bugün də evladımızın adına açılmış bu bulaq nə qədər fəaliyyət göstərəcəksə, evladımızın əməl dəftəri açıq qalmış olacaq. Və bu bulaq fəaliyyət göstərdiyi qədər o əməl dəftərinə həsənə savablar yazılmış olacaq. Allah rəhmət eləsin, Allah yaxınlarına
səbr əta eləsin. Və Allah-u Teala inşallah ki, belə bir gözəl əməlləri bizlərdən inşallah ki, qəbul eləsin. Və ailə də adını əbəlləşdirmək üçün, həmişə yadda qalmaq üçün yaxınları, ailəsi maşallah ki, belə bir gözəl qulaq asıblar övladımızın adına. Allah rəhmət eləsin, Allah bu salih əməli onlardan qəbul eləsin inşallah. İndi inşallah ki, bulağın açılışı olacaq. Bulağın açılışından sonra kim çıxış etmək istəyərsə, dostlarından, yaxınlarından inşallah ki, çıxış etmiş olar ki, onun haqqında bir yaxını bir inşallah ki, biz bilmədiyimiz onun gözəl bir halın bizə çatdırmış olsun. Allah qəbul eləsin, Allah cəmaatımızdan da razı olsun. Bu bulaqlar bizim kəndimizin tarixidir. Üzərində lövhə var. Və lövhəni oxuyan uşaq, gələcək nəslimiz biləcək ki, bizim hansısa tarixdə bizim belə bir inşallah ki, tariximizdir ki, bunların adına, bu uşaqların adına Allah rəhmət eləsin. Belə bir gözəl iş, savab iş görülmüş olur. Allah cəmiyyən olunmuş bütün savab işlərimizi qəbul eləsin. O cümlədən inşallah ki, övladımızın adına asılmış olan bu bulağın da inşallah ki, Allah Teala bu bulağı da onun varislərindən, yaxınlarından, valideynlərindən bir həsənə kimi, bir savab kimi Allah qatında qəbul etmiş olsun. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Allah qəbul etsin. Allah qəbul eləsin, Allah daim eləsin, Allah axar eləsin inşallah. Allah razı olsun. İnşallah ki, böyük bizim qəbristanlığımızda inşallah su ilə təmin edəcək. Çünki oraya bir xət gedir. Orada bizim inşallah dəstəmaz almaq üçün şərait yaradılıb. O dəstəmazın suyun inşallah ki, bu bulaq təmin edəcək. Bundan əlavə arkada böyük bir basen tikilib. Kimə lazım olarsa su ammarı tikilib ki, kəndimizə, xeyrimizə, şərimizə kimə lazım olarsa maşınların oradan su götürməyə imkanı var. Böyük ehsanatdır. Allah qəbul eləsin, Allah axarı eləsin inşallah. Allah bu cürlə savab işlərimizi inşallah ki, bizim cəmaatımızdan əsirgəməsin. Allah cəmaatımızdan da razı olsun, Allah rəhmət eləsin, Allah qəbul eləsin. İnşallah Şamil məclisi oxunacaq və Allah qəbul eləsin. Hər kəsə bir tam orada dadmış olacaq. Mən bura yığışanlara hamısına öz adımdan təşəkkür edirəm. Bu həqiqətən də Hacı Əmidin sözləridir. Bu bulaqlar bizim kəndimizin tarixində böyük əhəmiyyəti var. Yəni, bir neçə il bundan qabaq bizim kəndimiz susuzluqdan nə qədər əziyyət çəkir, bunu hamımız bilirik. Bu bulaqların hamısında əziyyət olanların Allah kömək olsun. Hamısına öz adımdan təşəkkür edirəm. Yəni, kəndin o başından girib bu başlarla yolla gələnə qədər 4 ildir. Sizdə bulaq istifadə edirik. Allah rəhmət eləsin zamanlarımıza da, bütün dünyasını dəyişənlərin ruhu şad olsun. Allah qəbul eləsin. Əziyyəti olanların hamısına təşəkkür edirəm. Mən öz adımdan, hikmətin adından hamımıza çox sağ ol deyirəm. Allahıma minnətdaram ki, ruzi verdi, mən də bu işi gördüm. Allah sizin hamımızdan razı olsun. Allah qəbul Hacı, siz də çox sağ olun, bizim dəvətimizi qəbul elədiniz, gəldiniz bizim yanımızda. Çox sağ olun. Şadan böyücə hamımıza minnətdarlığı bildirirəm. İnşallah kəndən də belə işlərə yığılaq. İnşallah. Maşallah birliyimiz həmişə olub olacaq. Çox sağ olun. Bir də mən istəyirdim Vahid müəllim də burada əməyi var. Bu suyu göstərmədi. Vahid müəllim də
Böyle bilmeye değil. Allah kabul etsin. Allah rahmet eylesin. Bir de bir mesele diyeyim ki bütün ev aksaklarları hemşe evde dualarında desinler Allah Teala zevcemizi bozmuyor. Bu duanı bütün ev aksaklarları eylesin. Allah için senlerimize rahmet eylesin. Allah rahmet Allah Teala. Güclü dövlətimiz var. Dövlətimizi idarə edən güclü dövlət başçımız var. Və bu şəraiti, bu gözəlliyi dövlətimiz bizi için qurur. Ona görə də inşallah ki, həmişə dövlətimizin qaydısına qalaq və dövlətimiz üçün bütün ibadətlərimizdə inşallah ki, dua edək. Ona görə ki, Allah'a çox şükürlər olsun ki, dövlətimizin başında elə şəxsiyyət durur ki, Allah Taala'nın gücü ilə, dövlət başçımızın əməyi ilə inşallah güclü ordumuz, güclü iqtisadiyyatımız, daxili və xarici siyasətimiz həmişə inşallah ki, inkişafda olub, bundan belə də inşallah ki, inkişafda olacaq. Dövlətimizin kiçik olmasına baxmayaraq, dünyada dövlətimiz inkişaf etmiş dövlətlər sırasındadır. O cümlədən də belə bir dövlətin, belə bir şəraitin qaydına qalmaq, onu qorumaq, onu mühafizə eləmək bir vətəndaş kimi hamımızın borcudur. Allah Teala dövlətimizi qorusun. Allah Teala dövlətçiliyimizi qorusun. Allah Teala müstəqilliyimizi qorusun. Allah Teala bu gözəl şəraiti, bu gözəl yaşayışı heç vaxt bizim əlimizdən almasın. Və Allah Teala sizin də malınıza bərəkət versin ki, cəmaatımızın xeyrinə olan, cəmaatımızın istifadəsinə verilən inşallah ki, cəmaatımızın su ilə təmin olunmasında belə bir gözəl iş görmüsünüz və uşağın adına belə bir gözəl bulaq açmışsınız. Allah qəbul etsin və inşallah ki, onun suyu daimi axarlı olsun ki, heç vaxt yaddan çıxmasın, heç vaxt unudulmasın. Allah sizlərdən də razı olsun inşallah. Bir məclisə buyuraq, Kur'an okunsun, uşağın adına ehsan veriləcək. Hər kəs bir tamamdadarsa Allah qəbul etsin. Bu bizim orta məktəbin məzunu olsun uşaq. Bəli. Allah o dünyasını versin. Buraya yığışan əhalinin də hamısına öz minnətdarımı bildirirəm ki, bu günləri sahib bizi bu uşağın məclisin bura gəliblər. Allah həmişə işlərini aman eləsin. Və bu uşaq öz xasiyyəti ilə, öz hərəkəti ilə sayılıb seçilən gənclərdən olmuşdur. Ona görə də buna həmişə rəhmət oxuyuruz. Yeri cənnətlik olsun. Başka kimse söylemek isterse inşallah buyurun. Uşağın sinif yoldaşlarının yoktu burada. Mən də bir razda bir xaloğlu kimi Çingizə, Hikmətə başsağlığı verirəm. Mən onlara deyirəm ki, həmişə deyirəm ki, bu dərd böyük dərddir. Heç bir yadla soyuyan dərddir. Amma bir təsəllimiz olur ki, bu bulaq ömürlük bizi için təsəllidir. Həm də ona görə ki, ruhu şad olsun. Onun arzusu həyata keçir. Ona görə sizlərə də Allah razı olsun. Allah sizdən razı olsun ki, sahip bizi gəlmişsiniz. Allah sizə də təşəkkür. Allah rahmet eylesin. Allah kömür olsun. Ağlama, qoy qalıb. Ağlama. Amin. Su içsin. Yol döndü. Allah razı olsun. Valideynlerden de kısa
Allah razı olsun. Allah kabul etsin.